Salam dəyərli izləyicilər. Yeni məhsullarımız gəlibdir. Bax, götürmüşəm. Yemişandır. Hamısı Qəbələ məhsullarıdır. Bax, bunlar belə it burnudur. Bax, burada hazırlamışam yemişanın sirkələrinin bax, faydası. Yemişan ürəyin dərmanıdır. Bir nömrəli ürəyin dərmanı yemişan ürək damarlarını açır. Sadəcə kimdə təzyiq varsa, yemişanın istəyir meyvəsindən, istər kompotundan, istərsə sirkəsindən çox gözəl istifadə etmək lazımdır ki, bu yandırım. Ürəyin bir nömrə dərmanı bax, yemişandır, yemişandan hazırlanan sirkədir, kompotdur. İtburnudur, itburnu da böbrək xəstələri üçün çox güzel köməklidir. Bunun sirkəsi, həm belə çay kimi içmək, yəni, həm də oynaqda dizdə olan bu ağrıları götürür. Sonra keçək, burada başqa məhsullarımız demək, bəhməzdir, şam qozasından hazırlanan bəhməz demək, kimdə faranqit, asması, bronxit, göğ öskürəyi 3 günə kəsir, bax bu qarışım. Demək, bir dənə belə məhsuldur, bax bu dəmir otu, nastoykası da hazırlanır, bax belə. Bax bu dəmir otudur, bax bitki, oradan gələn şeydir. Bitkidir, bax dəmir otun bitkisidir, bax bu. Bunu belə kəsirsən, içindən bax belə maye çıxır, bax belə. Sarı. Bax bunu belə gözün bax bu hissəsinə kirpik olan yerdə bir şarix var, balaca, orası ötürsən. Qəti bundan bax bu formada inulin çıxır. Bax bunu belə yoğun, zoğun kəsmək qəti olmaz. Bax birdən şaşas belə kəsərsiniz, pis günə qoyarsınız. Yəni bu katarakt üçün çox güzel köməkli, gözün zəifliyini aradan götürür. Burada təbii alma sirkələrimiz var. Bütün növ alma sirkələr var. Bu cənnət almalarıdır. Bu hamısı şamdan arı bal tökürəm, yəni arı məhsullarından hamısı istifadə olunur. Dünəndə yarmarka dedim, yəni gəşdə bir saat yarmarkamız var. Bu da demək, yenə deyirəm, dəmir otu köməkli, kimdə dəri xəstəlikləri var, çox gözəl köməkli. Qadınlarda demək olan uşaq yolunda səpkilər olur, eroziya olur, miyom olur, poliplər olur. İstəyir öddə poliplər hamısını götürür. Bir də var demək, belə bir dənə soxdur, yəni bu da yenə at pıtırağın soxudur, nastoykasıdır. Bu da götürür daxili orqanizmdə olan bütün kistaları götürür. Nə qədər istəyir yoğun bağırsaqda, öddə, qaraciyərdə. Qadınlarda süt vəsfində olan kistaları götürür. Kökü də bunun onkoloji xəstələr üçün bir nömrəli dərmandır. Bu məhsullardan istifadə edirsə demək, mən göndərirəm, çatdırma var. Bakıda Şamaxın Emperor Şadlıq Sarayı, Dərnəgöl, Qaraqarayev, Əhməddə, Maqdonos yanı, bir də demək, Xətai metrosu yanında bir dənə məntəqədir, obyekt var, o da Ayda xanımdır. Həmən xanımdan da bu məhsullardan əldə edə bilərsiniz. Sağ olun, var olun.